Bu ildə tərk edilmək qorxusundan bağlı danışacağam. Bəlkə də uşaqlıqda tərk edilməklə bağlı ağır bir hekayəm var. Bəlkə bu ananın və ya da atanın, yaxın birinin ölümü ola bilər. Bəlkə də onların səni evdə tək qoyub getməsi ola bilər və sən bundan, yəni ki, belə deyək də, heç xəbərsiz olmusan və başa düşməmsən nə baş verir. Və bu sənə tərk edilmə qorxusuna çevrilib. Və indi tərk edilmə qorxusu səni o qədər idarə eləyir ki, münasibətlərində çox əziyyət çəkirsən. Məsələn, münasibətdə olduğun şəxs biraz gec yazdıqda sən tərk edilmə qorxun tətiklənir və çox təşviş, panika yaşayırsan. Və ya da öz sözünü deməkdən çəkinir, sadəcə konflikt yaranmasın deyə, problem yaranmasın deyə bir çox hallarda öz fikrini ifadə eləmirsən. Bəlkə bu işdə ola bilər, bəlkə bu münasibətdə ola bilər, fərq etmir. Və ya da aslı münasibətlərdə çox olursan, aslı və ya toksik münasibətləri bir növ həyatına cəlb etməyinə səbəb olur. Və burada bilməyini istəyirəm ki, bu tərk edilmək qorxusu çox ağırdır və bunun bir çox hallarda həlli isə təbii ki, terapiya və dəstək almaqdır. Əgər bununla bağlı narahatlıqların varsa, terapiya və dəstək ala bilərsən. Mən buradayım.